Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Bugün bəzi ligalarda son turdu, çempion müəyyənləşir və yaxud da ki, Avropa Ligası, Avrokuboklara gedən, aşağı düşən, play-out oynayan komandalar müəyyənləşəcək. Öz analizlərinizi etmək mütləqdir. Belə bir gözəl kəndimizdən, Göyçayının Alpol kəndindən hamınızı bir daha salamlayıram. Arxa fonda, ümumiyyətlə videoda eşitdiyiniz hər bir səs təbiidir. Xudmani gözəl bir kəndimiz var, mehriban kəndimiz var və oradan bu videonu sizin üçün çəkirəm. Başlayaq dostlar, əynimdə Dortmundun forması ilə başlayırıq. Dortmundun əslində retro forması sayılır da bu. Deməli, Dortmundun forması ilə qarşınızdayım, elə ona görə Dortmundla başlamaq istəyirəm. Dortmund haqqında yəqin ki, baxmışsınız, Dortmunda averaj lazımdır və bir qulağı və gözü təbii ki, PSV Ajax oyununda, PSV'nin və Ajax'ın axırıncı bundan qabaqki turdakı oyunda necə ki var idi, görmüsünüz. Gözü olacaq, deməli, müəyyən resurslarda, indi kim hansını işlədir bilmirəm və Freiburg Eintracht oyunundan deməli, gələcək hesabları gözləyəcəklər. Təbii ki, Dortmund son turlarda bizə metrikalarda deyir ki, 3 top ən azı vura-vura gedir. Eyvallah, vursun. Bugün vurarmı? Niyə də vurmasın? Amma əmsal yoxdur. Hara baxırsa əmsal yoxdur. Bu ya 1 plus 3-5 üst oynayacaqsan. Çünki Holstein Kiel də düşüb. Holstein Kiel düşdüyünə görə biraz artıq bəzi oyuncular vitrin oyununa çıxır. Amma Dortmund burada rəqibi silib süpürməyə çıxır təbii ki. Mən Dortmundun taimdə vuracağı 2 topu götürüb çəkiləcəm qırağa. Gəlməsə də Dortmunddur da. Məsələn, öz əlləri ilə çempionluğu verən komandadır. Yadınızdadır, Mainz'a uduzmuşdu. Bavariyanın özü şokdaydı. Və Bavariya gəlib çempion olmuşdu. Özü hansı Bavariya? Rəzil bir Bavariya, həmin mövsüm. Belə, amma paralel olaraq elə madəm ki Freiburg Eintracht meydanındadır, burada çox maraqlı bir şey var, əvvəla onu deyim sizə. Metrikalar da maraqlıdır. Eintrachtda burada normalda bir xal bəs eləyir. Və bunlar öz aralarında bu əmsallardan 3 dəfə oynayıblar. 2-1, 1-1, 1-2. Bir oyunda taim 2, oyun 1 olub. Bu belə bir dönəmdə bilmirəm. Bu təbii ki, motivasiya hesabına ola bilər. Xarakter hesabına ola bilər. Bu hamının alışdığı kimi, yəni belə deyək də, qumar olmaz bu oyunda. Eintrachtda dediyim kimi bir xal bəs eləyir. Freiburg amma işini şansa saxlamayacaq təbii ki. Burada maraqlı bir şey var ki, Eintracht ligada hər iki hissədə qol vuran ikinci komandadır. Ən yüksək göstərəcək mali ikinci komandadır. Bunu da qoyaq cibimizə. Eintrachtın 2 topu 2-0, 3-də 2-0-4 belə bir əmsalı var. Amma Eintrachtın biz həmişə necə dəyərləndirmişik? Xüsusilə də belə oyunda məncə Eintracht birinci hissədə vurar. 1.86 əmsaldır. Mən bunu belə dəyərləndirdim. Burada birinci hissədə 0-1 hesabını biz görsək təəccüblənmərik. Buna da ciddi işarələr var. Amma mən Eintrachtın taimdə vuracağı qolu götürüb çəkiləcəm qırağa. Freiburg da vura bilər. Amma normal nədir? 1-1 var bu oyunun məncə. Kimsə davam eləyəcək məncə, şəxsi düşüncəmdir. Hərçənd ki, Eintrachtda bir xal bəs eləyir, amma Freiburg'a bəs eləmir deyə Eintracht o boş zonaları tutanda nə edəcək? Deyəcək, yox, mənə bir xal lazımdır, geri qayıdacaq. Hücum eləyəcək. Eketik keçir və s. və ilaxır. Bahoya adında oyuncu var. Görəsən o bizim o xalamız gələcək bu oyuna. Məncə gələcək. Məşhur o, bizim daim izləyəcəyimiz bilir, hansı xalanı deyirəm. Bir oyun var, heç xoşuma gəlmir, amma istədim dəyərləndirim. Əvvəla bəzi statistikalar da var və oxşadıram da əslində. Məsələn, qısaca olaraq saytımıza yerləşdirmişəm. Saytımızın linki aşağıdadır. Digər məlumatlar kimi. Union Berlin Augsburg oyununda 3-5 alt, 1-45 əmsaldır. Alt oynamaq sevmirik, amma oxşadıram bu oyunu. Məsələn, Leipzigin də son 5 oyundakı tendensiyalarına baxıb deyirlər ki, Stuttgart biraz da belə çox lazım olmayan oyunda. Əslində, nəyə görə deyirəm? Çünki reazi olaraq Leipzigin Avrokuboklara getmə şansı var, amma məncə, mən şəxsi düşüncəmdir ki, Leipzig konferans liqasını istəməz. İstəməz. Nəyinə lazımdır orada? Leipzig minimum Çempionlar Liqasının qrup mərhələsində oynayan komandadır stabil. Amma Leipzig son 5 oyunda rəqiblərindən daha az kün zərbəsi yerinə yetirib. Bu da bir maraqlı bir metrikadır. Stuttgart daha çox kün zərbəsi yerinə yetirər. 2-0-6 əmsaldır. Mən sadəcə metrika verirəm burada. Hoffenheimdə ilk 30 dəqiqədə ən çox buraxan komandadır və Hoffenheimlə bağlı bir şey var, yeri gəlmişəm. Bu təkcə bir oyun çıxır. Təkcə bir oyun çıxır. Və o təkcə bir oyun çıxır. O da elə Hoffenheimlə Bavariyanın öz oyunudur. Bu dəhlizdə 1-1. Və o 1-1 1-1-in əmsalı, ümumiyyətlə qol-qolun əmsalı 1.35-dir.
Bu bizə 1-1 time'da olub. Birinci hissədə hər iki komanda qol vurar. 2.86 əmsaldır. Sıxaq bunu. Sonra Heidenheim Werder oyununda isə burada metrika fərqli yöndədir. Sadəcə məsələ nədir dostlar? Heidenheim və play-out'a artıq play-out oynayacaq. Artıq riyazi olaraq mən bilən yenə də averaj hesabına heç Hoffenheim'a çata bilmir. Və Werder də rahatdır, ortalıqdadır. İndi bilmirəm Werder konferans liqasına istəyər yoxsa yox. Bu oyun özləri bu əmsallarla 4-2 oynayıblar. Mən biraz Heidenheim yaxşıdır. Werder səfərdə daha yaxşıdır əslində. Olar, bəlkə də bu da üst olar bu oyun. Buna da bir sadəcə mən data çıxdı deyə sizə verirəm. Sankt Pauli Bochum oyununda isə belə bir şey var ki, bu canlı bir pas olsun. Deməli, Bochum liqada, Bochum bilirsə düşdü artıq. Bochum liqada ikinci hissədə ən çox gol buraxan komandadır. Ən çox gol ikinci hissə ev sahibi. Oynamaq olarmı? Biraz risklidir. Bochum lazımsız bir oyundur. Bir də gördünüz ki, Sankt Pauli də time'da vurdu, nəsə heç ikinci hissədə vurmadı. Amma canlı, yəni baxdınız oyuna canlıdan gördünüz normal əmsalı var. Bochumun bir dənə topunu götürüm canlıdan, olar. Mən bilən Bundesliga ilə yekunlaşdırdıq. Heç nə qalmadı. Datalarda verdim. Liga gedirəm dostlar. Burada deməli çox qəliz oyunlar var Liga 1-də, yəni Fransada. Əvvəla Marseldən başlayaq. Monaco bu gün gəlib Marseli keçsən olacaq, keçməsən olacaq. Gümüş mükafatçısı kimi öndə orada ola bilsin, pul mükafatına biraz fərq eləyə bilər. Və oynayır, Marsel oynayır Rennes'lə, düzdürmü? Və Marselin Liga 1-də ən çox qol ortalamasına malik ev oyunları Marseldədir. 3.63 evin oyunlarında qol vurulur. 2.5 üstü artıq ortalığa. Amma mən burada özümü sınayacağım axırıncı turda. Marsel ilə bağlı özümü sınayacağım. 1+2.5 üstü deyək bu oyuna. Hətta 1+ qol-qola da çox oxşayır. Marselin biraz rahatlığından dolayı Velodromda axırıncı oyundur bu mövsüm. Röndəki o bizim Həbib Bəyəd də səhv etməsə olan məşqçi, o 3-cü məşqçi idi bu mövsüm. Gəldi komandanı minimum proqramı yerinə yetirdi. Ortalıqda da 11-ci yerdədir, heç nə dəyişməyəcək. Plus minus 1 aşağı 2 yuxarı ola bilər. Ona görə də 2.500 əsas seçimimdir, amma 1+2.500 əla olar bu oyunda. Marselin 2 topu ilə bu üstə gedər, hətta 3 topu ilə üstə gedər məncə bu oyun rahatlıqdan dolayı. Strasburg isə bizim ən sevdiyimiz komandamız Strasburg Haver'la oynayır. Deməli Haver əslində Nantes bu Montpellier iləndir. Montpellier də türklərin belə bir sözü var. Montpellier düşüb baxır, çəlmə taxıb gedə bilər də Nantes-a bəlkə də. Nantes play-out'da da qala bilər. Çünki Nantes bu gün uduzsa, burada averaj söhbət də var. Nantes uduzsa bu gün, nəsə bu riyazi hesablamalara özünüz baxarsınız. Haver 16-cı yerdə hələ ki play-out zonasındadır. Udsa, Nantes uduzsa və deməli liqada birbaşa qala bilir. Amma Strasburg da indi 57 xalla da Lyon onu qovalayır. Strasburg udub Avropa liqasına və Avropa liqasının kvalifikasiyasına düşə bilər hətta. Yəni birbaşa konferansa getməyə bilər. Ona görə də onlar üçün də bir motivasiya oyunu olacaq. Çünki Strasburg kimi bir komanda neçə il sonra ilk dəfədir ki, belə bir hədəfə gəlib çata bildi. Nə gözləyirəm bu oyundan? Strasburgdan hətta 3 top gözləyirəm dostlar. Strasburg bu gün bu əmsalla falan çıxan bir şey deyil. Strasburg bu gün çıldıra bilər. İstəyirsinizsə ortalığa atın 2-5 üstü. Yaxşı da əmsalı var. 1.44. Bu gün Strasburg, Emegalı, Santoslu, Nanasili bu gün inanılmaz bir coşqulu bir oyun gözləyirəm. Strasburgdan öz evində. Strasburg bizim komandamızdır. İnşallah ki də yaxşı yer tutub Avropaya gedər. Deməli, sonra Saint-Etienne Toulouse-la oynayır dostlar. Saint-Etienne dostlar 17-ci yerdədir. Mütləq qələbə lazımdır Saint-Etienne-ə də. Ən azından heç olmasa play-out'a düşə bilsin. Çünki riyazi olaraq bayaq nədən danışırdıq. Strasburgdan hamı qələbə gözləyir. Haver uduzsa Saint-Etienne keçir play-out'a ən azı şansını yoxlayacaq orada. Aşağıdan gələn komandalarla oynayacaq. Toulouse isə rahatdır, ortalardadır. Heç nə iddiası yoxdur. Saint-Etienne hər hansı bir hissəni udar 1.49 əmsaldır. Və Saint-Etienne-dən bir hardasa 2-0, belə bir əmsal 2-0'lıq bir qələbə gözləyirəm. 2-0, 2-1, 3-1 belə. Ev hissə qazanar. Ağlınıza batırsa dəyərləndirə bilərsiniz. Fransada nəsə qaldı mı? Orada Monaco'dur, Lyon'dur. Onlara özünüz baxarsınız. Mənə heç o qədər də maraqlı deyil o oyunlar. Nitsa indi təbii ki qazanmalıdır, amma Nitsa'da nə bilim nəsə. Nitsa Brest'dən oynayır dostlar. Bu sayta metrikanı qoymuşam. Birinci hissədə 1.5 üst oynamaq olar. Brest'in oyundan dolayı Nitsa'da bu il dəhşət açıq oynayır. Birinci hissə 1.5 üst. Bir üstün hətta əmsalı var. 1.35. Nəysə risk ata bilərsiniz. Deməli Antwerp Union Saint-Gillois'la oynayır.
Normalda bu komandaları mən çox dəyərləndirmirəm, bilirsiniz. Bizim komandamız orada Brüggedir. Amma bir reallıq var ki, Union Saint-Gilloise və kimin komandası keçən ildən hamıya deyirəm bunu. Union Saint-Gilloise deməli bugün Antwerpenlə oynayır. 2+ qol-qola çox oxşadıran bu oyunu. Məncə Union udacaq. Dostlar, düzdür. Əmsalı biraz elə əmsaldır ki, bu həmin mövzuya yenə də qayıdıram. Kimin komandasıdır, o da önəmlidir. Və bizim komandamız orada Brüggedir. Mən istəyirəm ki, Brügge çempion olsun. Amma bir xal Brügge ilə fərq var. Çempionluğu özəlindən verərmi? Məsələn, hamı yazır da, bu suala cavab var. Ajax verdi. Görürsünüzmü? Amma mən Uniondan qələbə gözləyirəm. 2 top gözləyirəm. Erkən başlayan oyunlardan yəqin ki, vaxta baxırıq. 12:30-da bunu çəkirik. Deməli, Hibernian Rangers oynayır. Bu da bir rahat oyundur. Qol-qol 2-5 gözləyirəm burada da. Sonra, çempion müəyyənləşir bugün həm də. Bir dəqiqə, nəsə unutmadım mı burada? Nizza, Brest, Marseille, Strasbourg, Havre dedim. Okey. Deməli, bugün çempion həm də müəyyənləşir Portuqaliya liqasında və çox maraqlı bir şey var. Bunları Benfica ikinci yerdədir. Nəyə görə? 27 top buraxıb 83'ünü vurub. Sporting'in də eyni xalı var. 27 top buraxıb amma 86'sını vurub. Burada çox maraqlı bir şey var dostlar. Hər ikisindən qələbə gözləyirəm. Düzdür. Kimsə deyə bilər ki, Braga onsuz da Avropa liqasına çerez ruslar demiş, play-off gedəcək də Avropa liqasına. İndiki durumda belə görsənir. Utsa hətta averaja görə Portoya çata bilmir deyəsən. Ona görə də Benfica'dan da bugün dəli bir oyun gözləyirəm. Benfica'dan qələbə 2-5 üst gözləyirəm. Artıq ona məcburiyyət yaranıb. 2-5 üst. Varını yoxunu qoymalıdır. Əsasda türklər. Real Madridin izlədiyi 2 oyunçusu var. Biri Carreras'dır. Deməli, bu oyunda elə oyunçuları əsas elə izləmək lazımdır məncə. Sporting'də Guimaraes'la oynayır. Sporting, nə bilim, bir hesab olaraq bir şey deyə bilmirəm burada. Əmsal da yoxdur qələbəsinə. Qələbə gözləyirəm. Amma averajı qorumalıdır. Ona görə də ən azı 2 top vurmalıdır və buraxmamalıdır. Belə bir şeyin üzərindən gedəcəkdir. Amma Braga Time'ların komandası dostlar. Braga'da Benfica ilə oynayır. Və bunlar özləri bu əmsallardan oynayıblar. Düzdür. Bu səhv etmirəmsə 2020'də olub bu oyun, yoxsa neçədə olub? 1-4 olub Benfica ilə Braga'nın oyunu. Time 1-12 olub. Ona görə də mən deyirəm ki, Braga, Benfica qələbə 1-500, Braga ilə Benfica bilirsiniz bir yaxınlığı da var. Bunu da nəzərə alına. Rafa Silva'dan tutmuş. Kimlər görün Braga'dan Benfica'ya gəlib. Onların seleksiya xidməti bir-birindən çox yaxşı əməkdaşlıq edir. Prinsipcə bu qədər dostlar. Yəni çox uzatmanın mənası yoxdur. Seçmə oyunlar. Avstriyadakı oyun. Avstriyada bu aralar yaxşı gedir. Keçən dəfə də oyun vermişdim sizə. Yaxşı gəldi. Time'da gəldi hətta. Ona görə də Avstriyadan da oyuna baxacağam, deyəcəm. Bir də Şanxayda atdım. Orada Pekin Guanla qələbə 2-500 çıxır. Bunu da əlavə edeyim bura. Və salam. Məndən bu qədər. Öpürəm sizi. Bağrıma basıram. Liqalar bitir deyə. Amma bəzi liqalar var ki, orada hələ də o liqaları yeni yox, yəni mövsüm gedişatında yeni artıq köklənmiş oraya kəşf eləməyə başlamışıq, izləyirik. Əmsallarla nəsə davranmağa çalışırıq, futbolda izləyirik, statistikalar, metrikalar axtarırıq. Saytımızın da linki aşağıdadır, VIP qrupunun da nömrəsi aşağıdadır, Telegramın da linki aşağıdadır. Öpürəm, bağrıma basıram, Allaha əmanət olun.